Ay doktor, son dövrlər bilirsiniz, suallarıma istəyirəm qısa-qısa cavab verək. Son dövrlər bax bu Dəmirov xəstəliklərindən bağlı istəyirəm ki, bir danışaq. Yəni bir çox bizə müraciət edir tamaşaçılarımız ki, Dəmirovla bağlı onun müalicəsini siz eləmisiniz və bunu sosial şəbəkədə də təsdiqləyiblər. Kimi müalicə eləmisiniz? Yəni bu göz qabağındadır və Dəmirov ümumiyyətlə çox yayılıb. Tibbi elmdə Dəmirovun çox növlərin müalicə hesab etmişsiniz də. Bu barədə danışaq zəhmət olmasa. Dəmirov xəstəliyi indi son vaxtlarda çox yayılıbdır. Tibb elmi bunun çox növlərin müalicə eləməkdə acizdir. Sadəcə qaşınmanı kəsmək üçün mazlar verirlər ki, qaşınma dayansın. Amma məndə çox sağalmayan forması yoxdur. Bütün formaların, bütün növlərin sağaltmışam və sosial şəbəkələrdə, YouTube-da, başqa şəbəkələrdə sağaltdığım xəstələr də danışırlar, necə sağaldıblar, necə sağalıblar. Niyə? Sual olunur ki, niyə görə tibb elmi tam sağalda bilmir, amma sən sağaldırsan, bunun fərqi nədir? Bir şey sizə deyim ki, tibb elminin əsasın, fundamentin kimya elmi təşkil edir. Kimyanın üzərində qurulub tibb elmi. Kimyanın da fundamentin Mendeleyev cədvəli təşkil edir. Kimyada Mendeleyev cədvəlinin üzərində qurulubdur. İndi Mendeleyev cədvəlinin bax, indi öyrədilən istəyir, orta məktəblərdə, universitetdə, tibbi universitetində öyrədilən cədvəlinə baxsaz, görəcəksiniz ki, birdən başlayır, hidrogenden başlayır. Amma mənim öyrəndiyim cədvəldə isə sıfırdan başlayır. Mendeleyev özü sağ olanda, onun cədvəli sıfırdan başlayıbdır. Newtonium elementi olubdur burada. Bax, istəyirsiniz, yaxınlaşdırın, göstərin. Bu cədvəldə görürsünüz, sıfır elementi var. Bu cədvəl Kimyanın əsasları kitabından götürülüb. 1906-cı ildə çap olunan Kimyanın əsasları kitabından götürülübdür. Orada Mendeleyev cədvəli var. Onda Mendeleyev sağ idi və sıfırdan başlayırdı. Bütün hər şey sıfırdan başlayır. Çəki də, ölçü də. O cümlədən də Mendeleyev cədvəli sıfırdan başlayır. Çünki Allah Teala da buyurur ki, biz hər şeyi yoxdan var elədik. Mən öyrəndiyim cədvəldə sıfırdan başlayır. Bunun sirrləri, sıfır elmi, bütün sirrlər, ümumiyyətcə sağlamlığın sirrləri, kainatın sirrləri, ümumiyyətcə bütün sirrlər o sıfır elementində cəmləşibdir. O sirrləri də bilməyəndə artıq çox xəstəlikləri sağaltmaq olmur. Dediyim kimi, yəni tibb universitetində, orta məktəblərdə falanda o sıfır elementi öyrədilməyibdir. Öyrədilmədiyinə görə onlar onu müalicəsiz sayırlar, o cümlədən də Dəmirovu müalicəsiz sayırlar. Amma mən həmən sıfırı da öyrəndiyimə görə, istər Dəmirov olsun, istər xərçəng olsun, istər başqa xəstəlik olsun, artıq mən onun sirrini bildiyimə görə onları asanlıqla müalicə eləyə bilirəm. Bunun sirrin o vaxtı Tesla bilirdi. Tesla elə bir maşın icad eləmişdi ki, həmən sirləri bilməklə daha. O maşının nə akkumulatoru yox idi, nə də benzin bakı yox idi. Amma maşın işləyirdi, daimi hərəkətdə idi. O daimi işləyən mühərriklər yaratmışdı. Sonra enerjini naqilsiz ötürürdü. Sloveniyadan 10.000 volt enerjini heç bir naqil olmadan Amerikaya ötürürdü. O təcrübədən də keçmişdi, onun təcrübələri də var. Amma o öləndən sonra bütün bu sirlər itirildi, bütün sirlər çıxarıldı ümumiyyətlə elmdən ki, o şeylər olmasın. Bəzi sirlər, insanlar yəni çox sirlərdən agah olmadılar. Mən də o sirləri bilməklə tibb elminə, həmən sirləri tibb elminə tətbiq eləmişəm. Ona görə Dəmirov xəstəliyində də uğurlar qazanıram müalicəsində. Mənim yanıma məsələn bir nəfər gəlmişdi bu yaxınlarda. Sulu Dəmirov var idi. Ölkələr sadaladığı, məsələn Rusiyada olub, Türkiyədə nə qədər olub, İranda nə qədər olub, başqa ölkələrdə, Avropa ölkələrində, bütün ölkələrdə buna deyirlər ki, bu sağalmayan bir xəstəlik, bu növdür. Deyir ki, yoldaşım da mənə yaxın durmurlar. Mənə yatan otaqda deyir, heç kim yatmır da, su verir, bədən su verir və daha üzrüm iyi verir, belə pis bir qoxu gəlirdi ondan. Heç kim deyir, yaxın durmur mənə. Mən onu asan 5-6 seansa, mən onu tamamilə təmizlədim, qurudu, getdi da. Yəni ki, gördülər, sübut elədim ki, həqiqətən də bu sağalandı. Doktor, bir də bilirsiniz, mənim üçün də maraqlıdır. Buna da qısa cavab verək, sonra sizə yenidən mən
sual verəcəm. Artıq çimərlik mövsümü gəlir və bununla da bağlı bu mövsümdə da Allah uzaq eləsin, suda boğulmalar bilirsiniz ki, hər il dəhşət olur da və ən çox da suda boğulmalar axşamüstü olur. Axşama yaxın olur və bununla da bağlı sizin böyük bir məqaləniz yəni yazılıb. Bax, bununla bağlı istəyirəm ki, siz araşdırmışsınız. Mən bu mövzuda araşdırma aparmışam. Hətta orada məlum olur ki, üzməyi bacaran da, cavan oğlanlar, axşamüstü məsələn suya girəndə onlarda boğulmalar olubdur. Yəni boğulanların bəzi bir hissəsi düzü üzməyi bilmir, amma çox hissəsi üzməyi bilir. Özü cavan adamdır, amma suda boğulubdur. Və araşdırmalarım onu göstərdi ki, ən çox boğulmalar axşamüstü baş verir. Bunu niyə görə? Mən başladım onun sirrə, mən parapsixoloq kimi onun sirlərini araşdırdım. Niyə görə axşamüstü bu dənizdə insanlar boğulur? Məlum oldu ki, bunun araşdırdım və belə qənaətə gəldim ki, axşamüstü suyun enerjisi, dənizin enerjisi negativ olur, negativ enerji olur. Aurası, dənizin aurası negativ olur. Və insanın özündə də əgər negativ enerji varsa, o enerji ilə dənizə girəndə o iki negativ enerji birləşir və insanda qıcı olma yaradır. İnsanın əzələləri qıcı olur, üzməyi bilən də, bilməyən də o da batar, biraz dərinə gedən kimi bata bilir. Ona görə də həmişə ata-babalardan deyiblər ki, şər vaxtı suyun üstündə olmayın, şər vaxtı çinməyin. Məsələn, düzgündür, nə dənizə, çaya, istəyir hamamda olsun. Axşam üstünə deyil, el arasında şər vaxtı deyirlər də. Onda suyun aurası mənfi olur. İnsanın da özündə də mənfi enerji olan kimi onlar birləşir və insanda pis hallar baş verir də, mənfi hallar baş verir və qıcı olmayla da nəticələnib insanı boğa bilir. Buna diqqət eləmək lazım. Bu məşhur bir musiqidə deyilir, mahnı var, deyir ki, könül verməzlər şər vaxtı. Yəni hətta şər vaxtı heç könül də verməzlər. Heç biraz müəyyən şeylər də eləmək. Eşitdim, Vüqar Qobuğlu.